Ömer qaqaş, Allaha and olsun tez lazım deyə Quran haqqı bu maşınla gəlir, Allah haqqı qapıya gətirir. Nə olar, ölüm ayaqlarımın altında yalvarıram sənə, nə olar. Kart atım, atdı 10 manat karta da, qurban olum sənə. Bax, indi mən elə yaxşı yerini, bax, kartı da atdı mənə, çox maraqlıdır. İndi bax, bir psixoloq, bir reabilitasiya rəhbəri, bir də ana. Birinci ana sizdən sual verirəm. Bilirəm ki, mən bu gedir 10 manat verib narkotik alacaq. Atım, atmayayım. Atma. Anar, müəllim. Hə? At. Yox, o atmayın. Nəyə görə? Bir dənə onu əsaslandırım. Ona görə ki, narkomanı bəzən bizim yanlış sevgimiz narkoman eləyir. Ana ürəyə yanır övladına, ona dəstək verir. Ata bir tərəfdən, bəzən qardaşı baxır onun halına, o yalvarışlarına ürəyi durmur. Burada bir dənə hər narkoman valideyni, yaxınlarını maraqlandıran bir sual var. Ümumiyyətlə, narkomana biz dayaq durmalıyıq, yoxsa yox? Hara qədər onu ilə getməliyik? Bir şəxs tanıyırdım. Deməli, bunun övladı narkoman idi. Ananın bir dənə dükanı var idi. Şəhərin mərkəzində də evləri var idi. Bu narkoman övladına dəstək vermək məqsədi ilə evini satdı, dükanını satdı, sonra girdi həbsə, başladı həbsə illərlə arxasına getməyə. Nə qədər buna deyirlər ki, sən dayandır da, deyirdi övladımdır, bəs necə eləyim? Axırda nə elədi? Nəticədə bütün digər övladlarının boğazından kəsdi, bir dənə övladına himayə eləmək üçün. Yaxşı, onlara sən zülm eləmirsən. Əslində sən özünə də zülm eləyirsən. O ana yaşamadı ki. Deməli, burada emosiyanı biz sıxmalıyıq övladımıza görə. Olar, deməli mövzu nətədir? Bax, hal-hazırda o adam, bu empatiyan qurdum mən. Onu mən illərlə yaşadığım hissdir. Hal-hazırda o tuneldədir, yəni əziyyət çəkir, bilirəm. O özü o günləri yaşayır ona görə. Ona narkotik gətirirlər bu dəqiqə. Yəni onu götürür, o istifadə edir. Sən ona 10 manat atmasan, o bu dəqiqə lüboy cinayət eləyir. Hər bir cinayətə əl ata bilər, bunlar. Amma müəllim də düzdür. Biz özümüz dəfələrlə biz valideynləri belə sağladıq. Həməsinin xəstəliyi var. Deməli necə? Dolayı yollarla valideyn narkomanın ölümünü yaxınlaşdırır. Aşırı dərəcədə sevgi göstərir də. Hiperopeka deyirlər buna. Yəni qəşəng sözdür. Ölümünü yaxınlaşdırır. Ölümünü yaxınlaşdırır. Yəni necədir? Sevgisi ilə. Məsələn, mənim valideyn zəng edir, bir də yoxsa zəng edir. Mənim oğlum bu 5 dəfə, 10 dəfə reabilitasiya keçib düzəlmir. Deyirəm, nə edirsən? Burax da başım. Qoy adam tutulsun. Deyir, yox, niyə tutulsun? Deyirəm, qoy tutulsun bu adam. Deyir ki, mənə evə gəlib dalaşacaq. Deyirəm, amma 102-yə yığ, polisə yığ. Bir dənə zəng eləyim, bircə saniyə uşağı görüm. Mənə də maraqlıdır ki, bax, mən ona 10 manat atmasam, nə edəcək? Bax, deyirsiniz də. Qaqa, nətərsən? Sağ ol, sən necəsən, qardaş? Sağ ol. Nə məsələdir, nə olub? Allah, üzr istəyirəm, sənə, bu qurbanım sənə, bağışla sənə, narahat elədim. Buyur. Allah, dünən axırıncı dəfə axşam eləyənəm, ölürəm ağırdan Qurana and olsun. Pul tapa bilməmişəm, bugün 100 bala ilə 20 manat pul tapmışam. 30 manatı o qavaret eləmişəm onu, qapıya gəlir, 10 manat pulunu çatmır. Nail Över, onlar atım, 10 manat kömək elə mənə, qurban eləyim də, çıxım şeydən də, qurban olum sənə, qardaşımsan. Atmasam yaxşı, indi mənim üstümdə yoxdursa, sən nə edəcəksən, ay qaqa? Ona heç nə düşəcəm küçələrdən axtarıb tapacaq, nə edəcəm? Demişəm ona qapıya gətirirəm onu, Allah haqqı. Pulum yoxdur, bu elə yerdə qalır ki, pulum yoxdur. Elə yerdədir ki, yəni gedib görüşə bilmirəm, nə oyla, nə ağrıda, yəni başa düşdün. Mən də onun üstünə geçsəm 20 manatla ağrıda, getsəm ora mənə verməyəcək, mən ağrıda o boyda yolu, ağrıya qayıdıb çıxıb gələcəm, yüzü sulu yolu bura. Bir var qapıya gətirirəm, qapıda o qabaret eləyim ona, başa düşdün, qabaş. Atıram indi, atıram qaqa. Çox üzr istəyirəm, birinci axırıncı dəfə olsun sənə, yəni belə şeyə narahat edirəm. Yəni bacarmadın özündən. Yox, mən ümumiyyətlə bütün çəkilişlərdə deyirəm ki, narkomanlara ürəyin ağrıyır. Mən narkoman məndən pul istəyirsə mən verirəm. Bax 10 manat istəyir də. Bunu verməyəndə bu gedib küçələrə, anar özü yaşayıb, düşəcək küçəyə. Küçələrdə gəzdikcə, pul axtardıqca ağrı da çoxalacaq, əsəb stress də çoxalacaq. Birdən beyni çönəcək, gözünün qabağına gələcək ki, bir dənə qız durub astanovkada, qulağında sırğa, boynunda sep. Məcbur olub ona əlini uzadıb, dartıb qaçacaq ki, aparın verin malımı alın. Onlar bayaq siz də dediniz, polisdən qorxmur. Heç kimdən qorxuları yoxdur.
eləyəcək onu. Ona görə 10 manatı mən biri gün nə atacağam. olacaq, o biri gün nə olacaq? Narkotik. Bu indi köməyi məndən istəyir də bu gün. Bəlkə bu gün verdim, peridozdan öldü getdi, misal üçün. Sabah həyatda olmayacaq. Və yaxud da bu gün verdim, getdin, o məndən ayılanda, ağrıdan çıxandan sonra deyəcək ki, ikinci dəfə məndən kömək istəyəcək, sağalt məni. Yaxşı, bu nə qədər sizin praktikanızda bu olur ki, yardım eləyirsiniz, sonra bu adam gəlir müalicə olmaq istəyir və yaxud da nəsə reabilitasiya dəstəyi istəyir. Bir saniyə mən atım bir dənə bunu. Bu ağrıdadır yazıq. 10 manata görə bunu çox incitməyək. Məsələn necə olur? Mən həmin insanlara bir dəfə atıram. Sonra deyirəm yoxdur. Yox. Çünki nəyə görə? O qərar versin. Mən onu dib yaşatdırıram. Təsəvvür edin ki, bir insan hər dəfə sən bilirsən ki, bir insan səxavətlidir, sən hər bir problemsən. Axırda bu adam mən deyirəm yoxdur. Yazır. Bax dünən biri yazıb ki, 5 manat mənə yol pulu lazımdır. Yazdım ki, məndə pul yoxdur. Əgər mən burada desəm ki, biz desək ki, narkomana qurtuluş yoxdur. Bu faciəvi bir sözdür. Bəli. Bu bilirsiniz, bu heç nəyə, bu verilişin onda mənası da qalmır. Mən üzrü sahib nəyə görə gətirdim? Bizdə kommentlər yazır. Əsas iradədir, özü istəməlidir. Bax belə şeylərə yanaşır. Onu bəzən elə bilirlər asandır, o cür şeylər. Yox, asan bir şey deyil. Çox çətin bir şeydir. Ancaq biz əslində bu verilişlə ümid veririk ki, açırıq. Mən tam istəyirəm ki, açaq görsədək. Düz eləyirsiniz. O vicdan ölmür də. Yəni yenə də sən əgər yaşayırsansa, uçulmuş divarı tikə bilərsən. Nəfəs gedib gəlirsə, vəziyyəti sən dəyişə bilərsən və örnəkləri də var. Nə qədər adamlar vəziyyətini dəyişib. Nietzsche'nin belə bir nəzəriyyəsi var. Nietzsche deyir ki, əxlaq bölünür iki yerə. Bir ağaların əxlaqı var. Bir də var qulların əxlaqı. Məsələn, təvazökarlıq deyir, qulların əxlaqıdır. Ağaların əxlaqı təkəbbürdür. Və sonra qayıdır deyir ki, bu İkinci Dünya müharibəsi də elə bu Nietzsche'nin bu cür düşüncələri əsasında oldu da. Übermensch, yəni kamil insan, fövqəlbəşər. Bu düşüncə də bir Alman faşistlərində belə ideologiya yaratdı ki, biz ən üstün irqi, qalanlar qullardır, onlar bizə xidmət etməlidir. Sonra qayıdır belə bir söz deyir. Deyir, əgər bu qul var ha, ədalətdən dar. Deyir, ədalət pis bir şeydir. Bu qul ədalətdən bilirsiniz niyə danışır? Ona görə ki, bunun caynağı yoxdur. Əgər bu fəqir, bu kasıb insan, bu adi vətəndaş, bu deyir hakimiyyətə gəlsə, bu bir kresloya otursa, bu bir vəzifəyə gəlsə, caynağı çıxsa, bu artıq deyir ədalətdən danışmayacaq. Niyə? Deyir ədalət bunu məhdudlaşdırır. Deyir ədaləti bilirsiniz kim uydurub? Deyir bunu bu fəqirlər, bu kasıblar, bu sıravi vətəndaşlar uydurublar ədaləti. Niyə uydurublar? Ona görə ki, güclü insanların əl-qolunu bağlasın. Deyir ki, bu ədalətli ol. Yəni məni ilə işin olmasın, o var dövlətindən biraz mənə də ver. O məsələn o vəzifəndən istifadə eləmə. Sonra qayıdır belə bir sözdür. Deyir, tarixdə elə bir adam tapa bilməzsən ki, kasıb olsun, sonra gəlsin hakimiyyətə və bu dəyişməsin. Ancaq biz tarixə baxırıq. Məsələn, Qandinin özü kasıb vaxtıda, varlı vaxtıda bunun belə bir yanaşması var idi də. Silaha əl atmadan mübarizə, sülhlə mübarizə, sevgi ilə mübarizə. Ona görə deyirdi ki, qüdrətə gələndə də belə düşmənlərini cəzalandırmaq. İslam Peyğəmbərinin özü kasıb olanda necə idisə, gəldi o boyda xilafətin, imperiyanın əsasını qoydu. Yenə də elə yamaqlı paltar geyinirdi, yenə də elə daxmada yaşayırdı. Deməli, bu tezis yalan bir şeydir. Deməli, insan öz vəziyyətini düzəldə bilər, öz insan sifətini qoruya bilər, insanlığını qoruya bilər və bu insanlıqla mübarizə aparmaq lazımdır. Bu veriliş əslində odur ki, bu insanlıq deyirik ki, ölməyib, o vicdan ölməyib. Sözün dozası, sözün dozası. Qonaqlarımız da bizim Nail və komandası. Nail və dostları. Birinci dostumuzu təqdim eləmək istəyirdim. Rövşən Abdullaoğlu, həm yazıçımız, həm psixoloqumuz. Rövşən müəllim, çox sağ olun. Dəvətimizi qəbul elədiniz. Həvəslə, ürəklə dediniz ki, gəlirəm, iştirak edirəm. Ümumiyyətlə, nəinki mən, yəni sizi kimi fəallara, bu cür fədakar deyərdim insanlara, bütün cəmiyyət yardım eləməlidir. Yəni bu bizim üzərimizdə bir mənəvi borcdur. Hər kəs əlindən nə cür dəstək gəlir, maddi, mənəvi, elmi mütləq olaraq yəni sizlərin yanında olmalıdır. Mütləq, mən sizə təşəkkür edirəm. Yaxşı ki, bizim cəmiyyətdə sizi kimi fədakar insanlar var. Çox sağ olun. Allah sizin canınızı sağ eləsin, Allah balalarınızı qorusun. Çox sağ olun. Bu pis yoldan, bəladan. Növbəti qonağımız Saat Əqrəbindən gəlirəm.
Anar müəllimdir. Anar müəllim bizim həm qadınlar, həm kişilər üçün reabilitasiya mərkəzinin rəhbəridir. Özü də bir zamanlar narkomaniyanın qurbanı olub uzun illər. Anar müəllim neçə il? 20 ildən artıq. 20 ildən artıq Rövşən müəllim narkotik istifadəçisi olub və bugünkü gün artıq 4 ildən çoxdur ki, sağlam həyatdadır, reabilitasiya mərkəzi işlədir və sağaldır. Özü sağala-sağala, gənclərimiz də sağalır. Anar, həm də bu studiyamızın maddi tərəfini Sponsor. dəstək olan bir qardaşımızdır. Sponsor alacağımız ağaləsin. Ana, sən də çox sağ ol, qadan alın. Maarifləndirici verilişdir. Bizdə hardasa hansısa valideyn baxa bilər, yəni bu xəstəlikdən əziyyət çəkir, xeyirsə elə pulu belə yerlərə xərcləmək daha. Bəli. Həmişə ruzunuz bol olsun, xeyir işlərdə belə deyim, xəstəyəsiz. Bir də bizim növbəti qonağımız Aytən xanımdır. Aytən xanımı mən uzun illərdir tanıyıram. Uzun illər deyəndə bir 2-3 il var. Çox. 4 il olar. 4 il olar. Aytən xanım bir bu bəladan əziyyət çəkən anadır. Bəli. Övladı bu bəlanın, narkomaniyanın qurbanı olub. Bu bəlanın ağrısını, acısını yaşayan bir anadır. Allah heç bir analara qismət eləməsin. Və istədim ki, Aytən xanıma da bu gəlsin burada bir ana kimi fəryad eləsin. Analar balalarını qorusun. Çox sağ ol Aytən xanım, siz də gəlmisiniz. Mən çox təşəkkür edirəm Nail sənə. Könül istərdi ki, başqa mövzulu verilişlərdə görüşək biz səninlə. Əfsuslar olsun ki, bu bizim qanayan yaramızdır. Nəinki bizim, bütün dünyanın qanayan yarasıdır narkomaniya. Və sənə çox təşəkkür edirəm. Belə gözəl işlər görürsən, cavanlarımızı ayıldırsan. Təşəkkür edirəm təkrar. Sağ olun. Sözlərimi bir Yaxşısınız. deyəcəm. Deyəcəm, özdə necə deyəcəm? Çünki bir narkoman anası olmaq özü bir narkomaniyanın alıcı vəziyyətinə gətirir, çatdırır. Yəni bir ana da narkoman olur o ilə bir yerdə. Yəni o dərdi, o ağrını övladı O ilə demək bərabər deyil ki, mən yaşayır. onu çəkim, mən onu nəsə başqa bir istifadəsini eləyim. Xeyr. Ana da, ata çox o qədər işdə olur, evdə olmur, bilmir, görmür, ana gizlədir, onu gizlədir, bunu. Amma ana evladı ilə bir yerdə əməlli başlı onun çəkdiklərini çəkir. Ağlayır, ağlayır, ağrıyır, ağrıyır. Qaçır, o da onun dalıyca qaçır. Bizim Biləcərdə, Nail, bilirsən nə cür nə ailələr, nə cür nə evladlar torpağın altına girdi, nə cür nə analar ağlar qaldı. Mən hər dəfə onlardan danışanda gözlərim dolur. Çünki narkoman anası olmaq, o demək deyil, ancaq yenə deyirəm ki, nəsə iynədən istifadə eləsin. Onu çəkməyi belə narkoman deməkdir. Və onu heç kimə arzulamıram. Heç kimə. Və evladlarımıza da buradan deyirəm ki, nə olar, ağıllarını başlarına gətirsinlər. Yəni bu elə bir bəladır ki, bu nəinki Azərbaycanın, dünyanın bəlasıdır. Bu bəladır da keçmişik, xəstəlikdir. Analar məhv olur. Biz onlarla bir yerdə bəli, həm qocalırıq, həm əsəb keçirdirik, həm ağlayırıq. Hara getdi, neynədi, dalıyca qaçın, güdüm. Bir tək ana, tək canımız var da. Biz onun necə üstəsindən gələk? O boyda bəlanın. Amma bir dənə də bir şey var ki, Nail, yəni bu uşaqlar elə uşaqdılar ki, bu narkotika olmasa, vallah billah heç bir işini eləməyəcək. Gəlin belə götürək də alkoqolizm. Hə? Bəli, bəli. Bu alkolü satır da mağazin. Deyək ki, yoxdur, satmır. Hardan tapıb içəcəksən? Düz deyil. Düzdür. Eləcə narkotika da elə bu satıcıları olmasa, bu uşaqlar vallah gedərlər, başlarını salarlar, aşağı gedib iş tapıb işləyərlər. Bir şey əlavə eləmək istəyirəm. Məsələn, Buyurun. valideynlər həm asılı deyək də hansısa bir narkoman övladın olmağı, valideyndə həm asıllıq psixoloji xəstəliyi var da, həm asıllıq tutur. Necədir? Məsələn, insanı stressə salan bir çox hisslər var da. Onlar məsələn qorxudur, əsəbdir, stressdir, yəni insanlardan qaçmaqdır. Təsəvvür narkoman bir maddədən istifadə edirsə, bax bu qorxu içindədir narkoman. Ana da qorxu içindədir. Təsəvvür stressdədir. Düz. Ana da, yəni adi bir şey, valideyn çölə çıxmaq utanır ki, izolyasiyaya çəkilir də, narkomanın tanıdığı 3-4 nəfərlə bütün gün hərəkətdir. Valideyn də eyni bir şey yaşayır, amma bunun pis tərəfi nədir?
Narkomanın əlində ağrı kəsicisi var, narkotik var. Valideyn bunu ayıq başına yaşayır. Deməli, bunun daxili orqanlarında bir çox proseslər gedir. Yəni beyində qansızlıq, şəkər xəstəliyi, ürək xəstəlikləri tapır. Anar, sən bir əvvəllər narkotikin qurbanı olmuş şəxs kimi ailəvə, anadan götürək də maddi çox zərər vurmusan yoxsa mənəvi? Həm maddi, həm mənəvi. Ən çox mənəvi vurmuşam. Anam mən, yəni necə deyim, mən narkotik istifadə elədiyim müddət mən anamın qocalmağın, gözümün qabağında necə saçı ağarırdı, necə üzü qırışlanırdı, qocalırdı, onu gördüm. Sonradan mən sağala-sağala, düzgün ola-ola anamın necə düzəlməyi, necə özünə gəlməyi, necə, yəni xəstə hal-hazırda baxıram ki, heç bir çox xəstəliklərdən də azad oldu. Vaxtı ikən məsələn mən stressli olurdu, insan səhərə kimi yatmırdı, balkonda gözləyirdi, telefonla yığırdı, ay tutuldu, ay öldü. Bunu hətta bir şeylə də mən bir də hardasa oxumuşdum, deməli bir narkoman övlad olmağı ana onu nə hiss edir? Ana elə bir şey hiss edir ki, bunu övladın bağlayıblar hansısa bir stula, gündə bunun hansısa bir hissəsini kəsirlər. Hər gün övladının, yəni bir ananın gözünün qarşısında övladının kimyəvi maddədən, narkotikdən istifadə edib günü-gündən əriməyi, deməli ananın gözündə elə görsənir ki, bunun övladın hər gün bir tikəsini kəsirlər. Mən bir dənə burada maraqlı, yəni Buyurun, bir sual istəyərdim verim. Məsələn, bir narkotik aludəçisini bu işdən çəkindirən nə olur? Məsələn, o hansı işıqdır ki, o narkomanda yanır? O yanandan sonra adam bilir ki, mən artıq dəyişəcəm də. Bu yəqin ki, anasıdırmı? Yəni əgər və yaxud da başqa bir şeydir. Yəni nə olur ki, bir narkomanı dəyişməyə vadar edir? Məsələn, bu yolu siz keçmisiniz də. Məsələn, sizdə şəxsi təcrübədə baxın necə olur. Məsəl üçün bir var tam asıllığı olur. Sən illərlə istifadə edirsən, sənin daxilində, yəni insanın daxilində mənəviyyat, psixoloji durumun, sağlam düşüncələri bir-birindən ayırd eləməkdə, yəni ağıllı ol. Onların hamısı itəndən sonra sənin həyatında istəyir ana, istəyir ata, istəyir övlad heç bir rol oynamır. Çünki elə bir ki, sənin beynin donmuş bir haldadır. Sən ondan fərqinə varamırsan. Bu ona görə kompleks şəkildə olmalıdır. Məsələn, mən də eşitmişəm vaxtı ikən görməmişəm, yəni gözümdən eşitmişəm ki, bir nəfər getdi, tövbə elədi. Yəni Allah qorxusundan dayandı. Ya tutuldu, dayandı. Nə bilim hansısa. Bu ola bilər ki, həmin insan tam bu çirkabın içinə girməyib, bunun həyatında hansısa yüngül bir eniş deyək də baş verib, həmin o enişdən nəticə çıxardıb, çəkilib dara, ağıllı başlayıb həyatını yaşayır. Amma sırf narkomaniya içində o illərlə maddələri istifadə edən insanda mənəviyyat, vicdan, sağlam düşüncə. Deyirsiniz ki, bir xətt var ki, onu keçdin. Bu bir dəfə geri dönüş mümkün deyil. Bəli, ona ucu kompleks şəkildə, yəni bir neçə həm belə deyək də, yəni psixoloji bu qapanmalıdır. Yəni tam cəmiyyətdən təcrid olunmalıdır bir neçə müddət. Bu heç bir telefondan da istifadə eləməlidir. Çöllə bağlı bu heç bir şeylə maraqlanmır. Çünki onun çöllə bağlı hansı problemi həll eləyəsi güc yoxdur, baş yoxdur. Ondan sonra ancaq sırf insan özünü yenidən ağ səhifədən yenidən dərk edir və belə. Biz hal-hazırda Sağlam Addım Reabilitasiya Mərkəzindəyik. Onu da qeyd edeyim ki, Sağlam Addım Reabilitasiya Mərkəzi artıq 3 ildən çoxdur fəaliyyət göstərir və yüzlərlə, minlərlə nəticələri var. Bizdə tək narkomaniya yox, həm qumar, həm də ki, alkoqolizmdən əziyyət çəkən xanımlara da köməklik göstəririk. Mən 13 il narkoman olmuşam. Sağlam Addım Reabilitasiya Mərkəzində sağalmışam. 2 il Sağlam Addım Reabilitasiya Mərkəzində sağalmışam. Artıq 1 ildir burada proqram rəhbəri olaraq çalışıram. Demək istəyirəm ki, sağalma mümkündür, yetər ki, sən istə. Valideynlər bizə müraciət edə bilər, konsultasiya pulsuzdur. Burada bir mühüm bir məqam var. Məsələn, müasir psixologiya nə deyir? Deyir ki, istənilən dəyişiklik insanın özünün dəyişmək istəyindən başlayır. Yəni bu insan əgər dəyişmək istəmirsə, narkotik vasitələrin satışını bütün məhdudlaşdırsaq belə, nə eləsək də bu nəsə başqa bir formada onu əldə edib istifadə eləyəcək. Və yaxud da reabilitasiya olmayandan sonra necə eləyə bilər onu? O daxili bir istək olmalıdır. Bir Quranda maraqlı bir məqam var. Deməli 5 dənə peyğəmbərin duasını Allah qəbul eləmir, iblisin duasını qəbul eləyir. Məsələn, İbrahim peyğəmbər öz atalığı barəsində Allahdan istəyir ki, bunu dəyişsin də Allah Taala, buna yardım eləsin. Allah onun duasını qəbul eləmir. Lut öz həyat yoldaşı üçün dua eləyir ki, bunu bu çirkabdan çıxart da, bu bataqlıqdan. Duası qəbul olunmur.
Nuh peyğəmbərin də duası qəbul olunmur. Hud peyğəmbərin də duası qəbul olunmur. Baxıb Musa peyğəmbər Fironun islahını istəyir, gedir yanına, əlindən gələni eləyir, yenə də duası qəbul olunur. İblis Allahdan istəyir ki, mənə uzun bir ömür ver, bir də güc qüvvət ver, insanları azdıra bilim, onun duası qəbul olur. Səbəb budur ki, niyə? Ona görə ki, o 5 peyğəmbərin duası elə adam barəsində olmuşdu ki, onlar özlərini dəyişmək istəmirdilər. İbrahimin atalığı özünü dəyişmək istəmirdi. Bu yolu düzgün bilirdi və heç də elə məmnun idi öz halından. İblis isə özü üçün dua elədi və o sözünün arxasında da durdu. O istəyirdi bu səhv yolla getsin. Ona görə onun duası qəbul olundu. Məsələ nədir? Əgər bizim özümüz dəyişmək istəməsək, bizim üçün neynəsələr də belə, hansı bir yardımlar, dəstəklər olsa da belə, bu adam dəyişməyəcək. Hər şey insanın özündən başlayır. Çox gözəl misal çəkdiniz. Ona görə birinci insan özü istəməlidir və deməli bizdə bu sual olmalıdır ki, biz necə eləyək bu adam istəsin? Mən orta məktəbdə oxuyurdum. Bizim vaxtımızda indiki narkotik vasitələr yox idi. Məndən 6 sinif yuxarıda təhsil alan bir avara uşaq vardı. Bu kriminal aləmlə əlaqəsi var idi. Məktəbin şüşələrini sındırırdı, müəllimləri döyürdü. Belə bir uşaq idi və narkotik vasitələrdən də adam istifadə edirdi. 6 yaş məndən böyük idi. Mən 10-cu sinifdə olanda bu artıq məktəbi bitirmişdi. Bir gün bunu gördüm ki, bu adamın əlində 8-ci sinifin fizika kitabı. Məktəbi bitirib, adam məktəb vaxtı fizika kitabı, ümumiyyətlə dərs oxuyan olmayıb. Mən bunu görürəm ki, məktəbi bitirib əlində fizika kitabı, şok olmuşam. Yəni belə bir avara atam məktəbi bitirəndən sonra fizika oxuyur. Bu mənə dedi ki, bütün o yollar, mən o getdiyim yollar, onlar hamısı yanlış olub. Və mən indi başa düşmüşəm ki, mən nə qədər ömrümü boş yerinə vermişəm. Və deyir, indi tövbə eləmişəm və tövbə olaraq da oxumadığım kitabları oxuyuram. Adam oxumadığı kitabları oxuyur. Hansı müəllimləri ki, incidib gedib ondan halallıq alıb, tamamilə dəyişib də. Və mən bundan maraqlandım ki, bu necə oldu da sən birdən-birə dəyişdin? Niyə də? Yəni, heç nə bunu dəyişə bilmədi. Atası da çox imkanlı idi. Nə cür lazımdır dəstək verirdi. Qorxu yox, polis bunu dəyişə bilməyib, heç kəs dəyişə bilməyib də. Bu mənə dedi ki, deyir, o belə bir ifadə işlədir ki, deyir, elə olur, adam yatır, birdən belə eləyirsən ki, oyandın da və oyandın, ətrafa baxırsan ki, sən bir dənə çirkabın içindəsən, üst başın çirkabdır və ondan irgənirsən. Deyir, məndə belə bir hal oldu və mən onda öz halımdan irgəndim. Ətrafımda olan insanlardan irgəndim ki, mənim yanımda bu tiplər olmalı deyil də. Yəni bunlar, bu cür simalar mənim ətrafımda olmalı deyil. Və deyir, mən ondan sonra adam ağlayıb içdən və deyir, mən tamam həyatımı dəyişdim də. Bu oyanış təbii ki, birdən olmur da. Bunu bir prosesi gedir bunun içində. Bu ola bilsin sizi kimi anasının vaxtından əvvəl ağarmış saçını görür, o qırışlarını görür, istəyir düzəltsin, bir növ keçmişə qayıtsın, o görür, yox, o vaxtları bu anasına nə qədər zülm. Bu proses yavaş-yavaş bu adamda gedib, ancaq birdən elə ki, o jeton düşür, gözlər oyanır. Bax, o olmasa o insanın içində heç bir proses buna təsir eləməyəcək. Mən bir statistika deyim. Deməli, dünyada ən uzun müddətli statistikadır. 360 universitetdə aparılıb, yarım milyon tələbə üzərində. Aha, nə statistikadır? Statistika mənası budur. Ən böyük universitetlərdən məzun olmuş, yaxşı karyerası olan, yaxşı imkanı olan insan həyatda nə istəyir? Daha çox bunlar nəyə axtarırlar? Baxıb görüblər ki, 73% deyib ki, bizlər həyatda məna axtarırıq. Yəni, mən niyə yaşayıram? Mən niyə işə gedirəm? Mən niyə övladımı böyüdürəm? Mən niyə bu zəhmətə qatlaşıram? Mən niyə bu problemlərə dözməliyəm? Mən niyə bu çətinliklərin qabağında durmalıyam? Mən niyə intihar etməməliyəm? Hamı məna axtarır ki, yəni mənasız bildiyimiz işi biz görmürük. Sonra bu araşdırmanı genişləndiriblər, narkomanlar üzərində aparıblar ki, insan niyə narkotik vasitələrə qurşanır? Baxıb görüblər ki, respondentlərin 100%-i həyatında mənanı itirəndən sonra narkotik arxasınca gedirlər. Bu ola bilsin ki, hədəfi pul olub, ona çatıb, görüb ki, yox, bu axtardığı deyil. Və yaxud da ki, həyatda bir müddət bu bir boşluğa düşür. O boşluqda həyatında, özündə, yaşayışında məna görmür. Yəni, mən niyə yaşayıram? Mən ümumiyyətlə burada missiyam nədir? Mən burada nə edirəm? Bu sualın cavabını adam verməyəndə
Bu adam onu istəyir boşluğu başlayır doldurmağa. Mənəvi boşluğun ağrısı fiziki ağrıdan çoxdur. Mənim əlimi kəsərlər, bu sonradan bərpa olacaq. Ancaq içimdə vicdanım, o özümü tapmamağım, özümü tapmamışam həyatda. O əgər birində varsa, o nə ilənsə onu doldurmalıdır. Bəziləri narkotik arxasınca gedir, bəziləri alkoqolizm arxasınca gedir. Hələ bir vasitə ilə onu istəyirlər ki, doldursunlar da o ağrını aradan aparsınlar. Ancaq reallıq budur ki, bir insanı da sonra bunu biraz da genişləndirirlər. O narkomanlar ki, yenidən qayıdış eləyiblər və öz sağlam həyatına qayıdıblar. Baxıb görüblər ki, ənənəvi müalicə metodundan nəticə 11%-dir. Məna ilə, terapiya ilə nəticəsi 40%-dir. Yəni 50%-ə yaxın. Deməli, bir narkomana o deyirik, işığı yansın. Onu yandırmaq üçün biz buna başa salmalıyıq ki, sənin həyatın mənalıdır. Sən özün də mənalı adamsan, sən böyük şəxsiyyətsən. Bunu biz onlara anlatsaq, o içində, yəni heç nə mənasız deyil. Hər şeydə bir məna var. Hər şeydə bu da mənasız bir axın deyil, sən düşmüsən, gedirsən. Bunu biz ona başa salsaq, həyatına məna versək, Özləri qayıdarlar. Özləri qayıdacaqlar. Yoxsa, bax o 11% ənənəvi metodla müalicə eləyəndən sonra onlar onsuz zaten içi boşdur bu adamın. Bu psixoloji bu dəqiqə bir xaosun içindədir. Bu yenə də qayıdacaq o narkotikə. Neynəsən də qayıdacaq. İstək də onda olmayacaq. Ona görə bu ciddi məsələdir. Əsasən biz onların elə içindən gəlməliyik. Nəsə o içini, o mənanı eləməliyik. Bir Carl Gustav Jung'dan danışdıq. Onun bir dənə də o öz dövrünün məşhur psixoloqu var. Deməli, Rövşən müəllim ana proqram dilindən danışır elə bir, ha? Siz əvvəllər təsadüfən aslı falan olmamısınız? harda? Aslı falan olmamısınız? Yox, mən elə adamlarla çox ünsiyyətdə oluram və nəinki onlarla. Məsələn, mən hər tip kateqoriyalı insanlarla Çünki işləyirəm. sizin o şey var, psixoloqluq. Müşahidəçi O özü də onu tələb eləyir. Yəni ki, sizin o işiniz də onsuz da o. Yaxşı psixoloqun belə bir ən önəmli xüsusiyyəti nədir məndən soruşsa, deyirəm empati qurmaq. Yəni qabağında danışanın sən içinə girə bilməsən, quru baxsan buna, səndən yaxşı psixoloq olmayacaq. Bir dəfə bir uşağı yanıma gətiriblər. Anası deyir ki, mən bunu nə qədər psixoloqların yanına aparıram, uşaq psixoloqların yanına. Bu bir seansdan sonra deyir ki, mən bunun yanına getməyəcəm. Və bu da müalicə olunmalıdır, ancaq getmir. Nəsə mənim və səbəbini bilmirlər nədir. Mən uşağa baxdım, nəsə biraz danışdım. Dedim ki, nəyə görə o psixoloqun yanına ikinci dəfə getmək istəmirsən? Mən nə desə yaxşıdır? Deyir ki, o saatına baxır. O saatına baxır. O saatına baxanda uşaq nəticə çıxardır ki, mənim danışıqlarım bunun üçün maraqlı deyil. Anam 5 manat buna pul verib. Bu vaxtına baxır ki, tez vaxtım bitsin, pulunu alsın, məni yola salsın, növbətisi gəlsin. Uşaq deyir ki, indiyənə kimi getdiyim bütün psixoloqlar saata baxırlar. Və ona görə də uşağın ürəyini vurur. Uşağın neçə yaşı var? 9 yaş. Başa tutub. 9-10 yaşı var. Bu adam ondan başa düşür ki, Zəkidir. mən bunun üçün önəmli deyiləm. inam etibar eləmir də. Etibar da onda olmayacaq. Bax, o narkoman üçün və yaxud da ümumiyyətlə, elə siz özünüz psixoloqsuz. Dünənə kimi psixoloqlar yox idi. İnsanların yarasını, o mənəvi yaralarını kim sağaldırdı? Albert Ellis var, bu məşhur psixoloqlardandır. Belə bir psixologiyada sual var. Ümumiyyətlə, hər bir psixoloji problemimiz üçün biz mütəxəssis yanına getməliyik, yoxsa özümüzdə həll edə bilərik? Carl Rogers deyir ki, mütləq olaraq getməlisən mütəxəssis yanına. Albert Ellis və onun kimi psixoloqlar, hansı ki mən də o cür düşünürəm, 80% problemimizin açarı öz əlimizdədir. Özümüz həll edə bilərik. Psixoloqa getməlisən 20% yerlərdə. Ancaq 80% problemi özümüz həll edə bilərik. Və Albert Ellis orada maraqlı bir dənə bir söz deyir. Deyir, 19-cu əsrin ikinci yarısında psixologiya yaranıb və o vaxta qədər bizim psixoloqlar kim idi? Və özü də cavab verir, deyir, analarımız. Məsələn, ana uşağına deyir ki, məsələn, hansısa bir dalaşıb gəlib, deyir, qorxma, narahat olma, mən sənin arxandayım. Bu nədir? Bu sadə elementar psixoloji bir dəstəkdir. Və yaxud da ki, mən səni sevirəm. O bayaq reyslər üzərində uzanmış adam əsərindən danışdıq. Mən bu əsər Amerikada qızıl mükafata layiq görülüb. Mən onun başlanğıcını bir hekayə ilə başlayıram. Deməli, bir xalq olur. Bu xalqda həmişə yetkinlik yaşına çatan uşaqlara imkan
yəni sınaqları bu olur ki, hündür qayanın üstündə bunlar çaya atlanırlar. Bu Mastarda, Bosniya-Hersegovinada da belə adət var. Mastar şəhərində belə bir körpü var, 30 metr hündürlüyü var. Yetkinlik yaşına çatan uşaqlar kişiliyini sübut eləmək üçün oradan tullanmalıdırlar. Deməli, bir ananın övladı oradan tullanmağa qorxur. Uşağın tullanmamağı da bu nəsil üçün böyük bir biabırçılıqdır. Mənim oğlum tullanmadı. Hamı bunları lağa qoyacaqlar. Anası gəlir, bunun qulağına bir dənə söz deyir. Uşaq ondan sonra tullanır. Sonra hamı anadan soruşur ki, sən bu uşağa nə dedin ki, bu uşaq tullandı? Nə oldu ki, bu qorxusunu yendi? Ana gəlir o uşağa deyir ki, yadınızda da yeri. Deyim, hələ deməyin cavabı. Deməyim, sonunda deyim. Yaxşı, sonunda deyəcəm. Aytən xanıma demək istəyirəm ki, bayaq gözəl dediniz, əgər sən tullanmasan, el içində biabır olacaq. Bax, bir Aytən xanım, narkomaniyanın qurbanı olmuş bir insanın anası kimi bu el aləmin içində, qohum, əqraba, qonşuda nə hisslərdir, necə hissedirsiniz? Mən belə deyim də, bax Nail, mən oğlumu da elə düzəltdim. Dediyi kimi. Qulağına fısıldadım da, deyirəm məsələn necə əl çəkdi ağır narkotikalardan. Yadıma gəlir səndən verilişimiz Biləcəridə. O vaxtlarda Nail Biləcəridə, amma Rövşən mənim dediyi kimi də sizin dediyinizə insan özü istəməlidir. Həqiqətən də o düzdür. Səninlə o verilişlərimizi çəkilişdən sonra bilirsən nə qədər uşaq öz istəyi ilə reabilitasiyaya getdi. Hətta bax bayaq anar müəllimlə danışdıq. Bizim həmin qonşumuz ərazidən, məsələn, sizin verilişdən sonra bayaq da indi anonimlik var, adlar çəkdim Aytən. Sırf həmin uşaqların özləri müraciət elədilər, valideynləri. Həmin hətta ki, sizin o çəkilişlər bir-iki nəfər də qırağdan çəkmişsiniz. O insanların da çoxu qərar verdi, gəldi sağalda, hal-hazırda 2 il Bax, anar mənim mənə ikisinin adını dedi. İkisi də mənim qonşum. O çəkilişlərə də düşmüşlər o uşaqlar qırağdan. İkisi də mənim qonşum, özü də yaxın qonşum, zarafatım olan uşaqlardır onlar. Bilirəm onlar reabilitasiyaya gediblər. Anarın reabilitasiyasına getdiyini bilmirdim. İndi mənə dedi, çox sevindim. Öz istəkləri ilə gediblər. Mən oğluma dedim ki, bax Naillə verilişimizi gördün. O ona pis təsir eləmişdi. Uşaqlar demişlər ki, anan çıxıb da belə hələ. Dedim, qəni eləyəcəm. Mən icazə verməyəcəm cavanlar ölsünlər. Rövşən müəllim indi sual doğura bilər ki, nə çəkilişdir o? Aytən xanım 4 il bundan öncə mənə zəng elədi ki, Biləcəri batır. Batır, ölür, qırılır mı? Gəl çək. Düşdü, kamera önünə çıxdı və bir göstərir. Qapı gəzdi, burada satılır, burada eləyir, burada da istifadə olunur, burada toplaşırlar. Hamını dediyi danışdıq. Ondan sonra mənim oğlumu orada onu görən proqramda deyiblər ki, bəs anası çıxdı belə. Dedim, qəni eləyəcəm. Lazım olsa qəni eləyəcəm. Mən icazə verməyəcəm ki, Biləcərdə narkotika baş alsın, getsin, uşaqlar məhv olsunlar. Mənim oğlumun 35 yaşı var. Qoyaq mənim oğlumu qırağa. Bəs balacalar? Bəs böyüməyənlər hələ? 12, 14, 16? Bunlar nə olacaq? Dedim ona ki, Nail qulağına, mən də dediyi kimi ananın qulağa fısıldamağı. Dedim, mən bu dəfə Naili çağıracağam. Genə çəkiliş eləyəcəyəm. Satan adamların qapısını bir özüm göstərəcəm. Və hamınıza orada da açıq efirdə deyəcəm ki, filan kəsin anasıyam. Bunlardan mal alır. Təsir eləyə bildiniz bu sözdən? Çox. Çox böyük təsir elədi mən ona. Mən özümü öldürərəm. Dedim, ay, gördüm, ağır bir şeydir. Onda nə eləmək lazımdır? Dayanmaq. Və inan, o vaxtda mən o qədər sənə dua eləyirdi ki, bizim orada analar gəlirdilər, sənin nömrəvi istəyənlər, Nailin nömrəsini dedim, neyinirsiniz? Bəs uşağımızı reabilitasiya. Nə qədər uşaq sağaldı? Mümkün də yəni sağlamdılar. Sağlamdılar. İndi mən belə deyim də Nail sənə, deyim sənə ki, tamam qutardı. O biz verilişdən sonra üzümü tutdum nazirliyə. Mən onlardan xahiş elədim ki, ay nazirlik, filan yerlər. İndi gənə üzümü tuturam, hansı kameradır, bu kameradır. Yenə bax, xahiş edirəm nazirlikdən, ay nazirlik. Bizim Biləcərdə o deməkdir, tamamən hamısı qurtarıb. Yox, var, amma o qədər də çox deyil. Uşaqlar maşallah düzəlirlər, yaxşılaşırlar. Amma indi hansı ki o Nail tutulanlar var, içəri girənlər. Bəli, çıxıblar indi. İndi onlar çıxıblar.
Başlayan başlayıb, dayanan dayanıb, amma yenə də Biləcərdə məhv olan uşaqlarımız var. Xahiş edirəm yenə bunun üstündə durulsun. Biləcəriyə Düşünsün. əncam çəkilsin. Əncam çəkilsin. Elə bir yer olmuşdu ki, ay səndən qabaq ora. Şəhərdən taksi gəlmirdi Biləcəriyə. Həqiqətən Texas. İndi hal-hazırda mən bir dənə də bir şey demək istəyirəm ki, yəni bu bizim polis insanlarımız bunu eşitsin ki, bizim onlara nə qədər hörmətimiz var, biz onları nə qədər sevirik. Biz polislərlə bir olmalıyıq, düzdür? Bunların axırına çıxmaq üçün. Və mən də buradan səslənirəm ki, ay polislərimiz, bizim Biləcərdə elə adamlar var ki, bu yaxınlarda eşitmişəm, gəlib qulağıma çatıb. Həmən bu mal satan, elə polisimizin o tərəflərdə yaşayır o. O bir qız çıxıb 3 gün qabaq evindən, gedib evində ölüb. Evdən çıxıb gedib o mal satanın evində ölüb. Mal satanın evindən çıxıb öz evində ölüb. Ölü tapıblar. Periyodoz gedir. Yüksək dozda narkotik istifadə edir. Allah göstərməsin, gör nə vəziyyətdir. Sualıma amma cavab vermədiniz. Özünüzü necə hiss edirsiniz? İndi bilən bilir də narkoman anası ağır da olsa deyirəm, narkoman yəni əziyyət çəkən bir insan anası olmaq utanç vericidir. Çox. Mən birinci sənə bunu deyim də, bir insan, sənə sual verim daha doğrusu. Bir insan, elə bir tikan, 24 saat bir tikan üstündə otura bilərsən. Xeyr. Ağlayarsan da. 24 saat bu narkoman anaları, bu malla, bu işlə məşğul olanların anaları 24 saat tikan üstündədir. Həyacan, qorxu, stres. Bizim həyatımız budur. Yəni biz necə eləyik ki, biz balamızı qutaraq da o şeyin içindən də. Bu insan nəinki balamızı, balalarını, analar var. Baxıram, əlbəttə ki, utanç vericidir. Analar var ki, çıxan, həmən o bizim yaşadığımız yerdə belə çıxan da, qürurla çıxan insan, başı nəyi beləcə, o bükülüb. Bükülüb. Bir də Allah eləməsin, vay vay vay, o gündən ki, tanınmış bir adamın evladı olasın. İraq olsun. Allah heç bir anaya göstər. Mən də bir ataylam, valideynəm. İstəmirəm də, mən də sığortalanmamışam, mənim övladım necə olacaq. Allah eləməsin. Bizim bir qonşumuz var, söz kəsirəm balalarımın toyunda. Bizim bir qonşu, yaxın qonşu, çəpər qonşum var. Deyir ki, evladları qorumaq lazımdır, söhbət eləyəndə. Deyir, heç kim sığortalanmayıb. Öz evladı üçün deyir. Heç kim sığortalanmayıb. Mən deyə bilmərəm ki, bir 10 il sonra mənim balam bu yola düşə bilməz. Və mənim oğlumu göstərir ki, onun kimi uşaq bu yola düşübsə, mənimki hayda-hayda düşür. Yəni, siz görün ki, bu evlad, mənim evladım, necə hörmətə layiq, necə... İnan, valla, sən bizim yaşadığımız yerə gənə deyirəm, onun adını çək, gəl ora, hamı deyəcək ki, oğuldur. Onun kimi oğul, oğuldur. Həm özünü saxlayan, həm qabiliyyət, qanacaq, mərifət. Mən demirəm, ancaq mənim oğlum, ay Nail, bu ev şeydə olanların 80% edədir uşaqlarını. Rövşən müəllim, o ananın qulağına deyilən söz nə idi? Ana övladına nə söz dedi ki, o maraqlıdır? Ana gəlir övladının qulağına pıçıldayır ki, deyir, mən səni sevirəm. Əgər sən tullanmasan, mən səni qınamayacam və sənin yerinə mən özüm tullanacam. Uşaq başa düşür ki, anası bunu sevir. Yəni, bu neynəsə də ana sevgisi bunun arxasındadır. Bir də uşaq özünə sığışdırmır ki, əgər mən buradan tullanmasam, anam əziyyət çəkməli olacaq. Bu qorxunu, bu əzab-əziyyəti anam dadacaq. Ananın uşağa olan sevgisi səbəb olur ki, uşağın anaya olan sevgisi o qorxunu yenir. Yəni, sevgi bütün problemlərin öhdəsindən gələn güc mənbəyidir. Əgər mən bilsəm ki, məni sevən insanlar var, mən özümü dəyərli hiss eləyərəm, öz şəxsiyyətimə önəm verərəm və mən şəxsiyyətsiz addımları heç vaxt atmaram. Bütün problemlərin kökü o sevgisizlikdir. Bəzən olur ki, bizi sevən insanlar var, ancaq bizə elə gəlir ki, bizi sevənlər yoxdur. Yəni, sənin əlində olana diqqət etməyin və onu görə bilməyin ən böyük bacarıqdır. Əldə nəyisə əldə eləmək böyük bacarıq deyil. Böyük bacarıqdır, ancaq ən böyüyü əlimdə olanın qədrini bilmək. Məni sevən anam var.
Mən əziyyət çəksəm məndən qabaq anam əziyyət çəkəcək. Əslində o deyir sizə övladım baxıb gördü ki, o rüsvay olacaq. Yox, o sizi sevdiyinə görə rüsvaylığın kökündə də, o psixoloji alt qatında sizə olan sevgi oyandı. Uşaq başa düşdü ki, anam gör nə qədər məni sevir ki, qapı-qapı gəzib narkomanları göstərir və bütün təhlükəni sinəsinə alıb məni qorumaq üçün. O əslində mən də elə bilirəm ki, özü rüsvay olacaq deyə. Yox, onun altında o sevgini hiss elədi. O sevgini hiss elədiyinə görə oldu. Bəzən olur ki, bir söz insanın həyatını dəyişir. Bəzən olur bir söz insanı məhv edir. 4-5 il bundan əvvəl bir də məktub aldım. Məktub bu sözlə başlayır. Çətin olsa da həyat davam etmir. Mənim belə bir kitabım var. Çətin olsa da həyat davam edir. Məktub aldım ki, məktubun başlığı bu cürdür. Çətin olsa da həyat davam etmir. Mənim kitabımın əksini götürüb məktubun başlığı qoyub. 17 yaşlı bir qız uşağıdır. Məktubda yazır ki, müəllim, həyat davam edir, ancaq bizi kimlər üçün davam etmir? Pulu olanlar üçün davam edir, arxasında yaxşı tanışları, dayıları olanlar üçün davam edir. Ancaq məni kimi insanlar üçün həyat davam etmir. Deyir, mən 17 yaşında bir qızam. İnstituta girmək arzum var. Universitetə girmək istəyirəm və bu arzumu bu dəqiqə mən bu günləri bastırıram. Ona görə ki, repetitora pul verməyə imkanım yoxdur. Evdə hər gün dava qırğındır. Böyük ehtimalla bir neçə müddətdən sonra anam, atamgil boşanacaqlar və müəllim, bilirsiniz mənim sonum necə olacaq? Mənim sonum hansısa kafedə, barda bir ofisant olacaq. Vay. Deyir, mənim gələcəyim bu olacaq. Bu dəqiqə mənim pulum yoxdur, ən elementar ehtiyacımı ödəyim. Qərara gəldim ki, bir vaxtlar oxuduğum kitabları satım. Gəldim kitabxanamda olan kitabları götürmüşəm, aparıb satmaq istəyirəm. Birdən deyir, təsadüfən sizin kitabı çıxdı qabağıma. Bir zaman deyir, bunu oxumuşdum. Adı Çətin olsa da həyat davam edir. Deyir, içimdə o qədər bir qəzəb yarandı. İstədim bunun müəllifinə son dəfə bir son sözümü yazım. Və bilirəm ki, bu məktubu da oxumayacaqsınız. Və bilirəm ki, mənim məktubuma da cavab verməyəcəksiniz. Ancaq yenə də məktubu göndərirəm. Mən götürdüm buna məktuba cavab verdim. Yazdım ki, öncə mən sənin məktuba cavab verdim. Deməli, ən azı bir şeydə sən yanılırsan. Çünki demişdin ki, məktubuma cavab verməyəcəksin, mən sənin məktuba cavab verdim. Və öz həyatımdan örnəklər verdim. Dedim ki, o kitabda olan o çətin həyatı mən də yaşamışam. Ancaq bu günləri, məsələn, kitabımız ölkədə bestsellerdir, dünyada çap olunur, Amerikaya tutmuş, hər yerdə kitabımız çap olunur. Və mən də varlı bir ailədən çıxmamışam və sizdə olan o çətinlikləri bəlkə də qat-qat artığını mən yaşamışam. Bu cür məzmunda bir məktub yazdım və dedim ki, mən sənə məsləhət görürəm ki, o kitabı satma. Və o kitabı yenidən oxu və çalış onu həyatına tətbiq edəsən. Üstündən 4 il keçdi. Məktub aldım. Çətin olsa da həyat davam edir. Deyir ki, müəllim, ola bilsin bəlkə məni unutmusunuz. 17 yaşında bir qız idim, o vaxt sizə məktub yazmışdım. İndi 21 yaşım var. Mən deyir, kitablarımı satmadım. O kitabı oxudum. Deyir, bu dəqiqə Xarici Dillər Universitetində oxuyuram. Və mən istəyirəm bu universitetdə bir dənə təlim keçirim, sizi də ora speaker kimi dəvət edim və təlimin adını da nə qoyum? Çətin olsa da həyat davam edir. Mən getdim o universitetə, o təlimdə iştirak elədim. Balaca, cılız, arıq bir dənə balaca bir qız idi. İmkanı yox, ailə problemləri var, ancaq öz ayağı üzərində durmaqla adam həyatını dəyişdi. İndi universitetdə oxuyur və çox aktiv bir xanımdır. Həyatı çox gözəl olacaq bunun. Ancaq insan istəsin, dönüş nöqtəsi, yəni bütün narkomanların da, bütün ümumiyyətlə də çətin həyat tərzi keçirən insanların həyatında bir dənə bir dönüş nöqtəsi olur. O dönüş nöqtəsində ya hə ya yox qərarı verməlisən və ondan sənin həyatın dəyişir. Qırılan insanlar orada yox deyənlərdir. Həyata yox deyir, ondan sonra qırılır. Belə bir psixoloqun, məşhur psixologiyada belə bir söz var. Deyir, intihar eləyənlər 2 dəqiqə yubansaydılar, intihar etdiklərini peşman olardılar. Peşman olardı. Deməli biz insanlara bax o 2 dəqiqəlik anda dəstək olmalıyıq. Nə etməliyik? Maarifləndirməliyik. Yəni bu veriliş möhtəşəm bir verilişdir. Ona görə ki, bunu dinləyən insanlar beynində bir model yaranır ki, mən o problemdən, o çətinlikdən necə keçim, onda nə edeyim, nəyə baxmalıyam, nəyi düşünməliyəm. Hamısı da buradan başlayır. Rövşən müəllim, insanın hansı dönəmindən sonra həyatı çətinləşməyə başlayır?
Elə bir dönəm yoxdur ki, mən ondan sonra ancaq ağ xətt olacaq. Elə dönəm yoxdur ki, ondan sonra ancaq sona qədər qara xətt gedəcək. Bizim həyatımızın bir hissəsi ağdır, bir hissəsi qaradır. Ona görə psixologiya bu cür deyil. İnsanda psixoloji böhranlar var. Bu böhranlar bizim həyatımızın bütün fazalarında var. Məsələn, 40 yaşda da o böhranı insan yaşayır. Yeniyetməlikdə də yaşayırıq. 45-də də yaşayırıq, 50-də də yaşayırıq. Yəni bundan belə qurtuluş yoxdur ki, bu sıxıntı bitdi, bir də mənə qayıtmayacaq. Ancaq psixologiya nə deyir? Müasir elm deyir ki, biz insanlara o problemdən qurtulma yollarını öyrətməliyik. Əgər onu maarifləndirsək, o problemi adlaya bilsə, buna ölüm yoxdur. Bir nəfər həkimin yanına gedir, deyir, həkim deyir, mənim bütün bədənim ağrıyır. Deyir, barmağımı vururam, başım ağrıyır, çiynimə vururam, çiynim ağrıyır, dizimə vururam, dizim ağrıyır. Bütün bədənim xəstədir. Və bunu istəyirəm çarəsini eləyəsiniz. Həkim bunu müayinə eləyir, deyir ki, sənin bütün bədənin sağlamdır. Sənin bədənin ağrımır, sənin barmağın ağrıyır. Nail, mən də cavanlara buradan olar bir dənə səslənir bir ana kimi. Buyurun, buyurun. Mən səslənmək istəyirəm ki, buradan cavanlara. Sizdən artıq dərəcədə xahiş edirəm bir ana kimi. Mən bilirəm ki, bütün dünya analara hörmət edir. Elə olmasaydı İslamda da cənnət anaların ayağının altında olmazdı. Və sizdən çox xahiş edirəm. Özünüzə diqqət edin, özünüzə fikir verin. Bu işdə düşənlər, bu işdə olanlar tez bir zamanda xahiş edirəm çıxın. Olmayanlarsa heç bu yola baxmayın. Üzünüzü bu yoldan çəkib daha gözəl gələcəyə doğru gedin. Hamınızı öpürəm, sağ olun. Sağ olun, çox sağ olun. Çox sağ olun, Nail, sənə mən də də bütün bizə baxan izləyicilərə təşəkkür edirəm. Bu vaxtlarını ayırdılar, həm bizə izlədilər, baxdılar, dəyərli sözlərdən özlərinə nəsə götürdülər. Növbəti sözün dozasında görüşmək ümidi ilə çox sağ olun. Sözün dozası, sözün dozası, sözün dozası.